Hər kəsə salam. Bugünkü dərs izahımda to be'nin gələcək zaman forması ilə tanış olacağıq. Biz to be'nin indiki zaman, keçmiş zaman və gələcək zaman forması olduğunu öyrəndik. İndiki zamanda am, is, are, yəni I ilə am, he, she ilə is, we, you, they ilə are. Keçmiş zamanda isə was, were, yəni təklərlə I də, he də, she də, it də, was qalanlarında, yəni cəmlərlə were olduğuna baxdıq. İndi isə gəlin gələcək zaman formasının necə işləndiyinə baxaq. To be gələcək zaman formasında birinci şəxsin təkində və cəmində, yəni I, mən, we, biz, shall be, qalanlarında he də, she də, it də, you da, they də isə will be olur. Müasir ingilis dilində will be, shall be-ni əvəz edir və xarici ölkələrdə, ingilis dilli ölkələrdə böyük əksəriyyət xalq artıq shall be işlətmir, will be işlədir. Lakin biz qrammatika olaraq bilməliyik, çünki bizə Azərbaycanda Britaniya ingilis dili tədris olunur məktəblərdə və biz bunu qrammatika kimi bilməliyik. Birinci şəxsin təkində və cəmində, yəni I-da və we-də shall be, qalanlarında isə will be olur. Sual verərkən eyni was, were, əmizar kimi shall və will cümlənin əvvəlinə keçir. Be olduğu kimi qalır. We shall be teachers. Biz müəllimlər olacağıq. Shall qabağa keçir. Shall we be teachers? Biz müəllimlər olacağıq. Sual verir. İnkarda isə shall-dən və will-dən sonra not artırılır. Baxın, shall be not yox. Shall not be. Will be not yox. Will not be. Eyni ilə have got, has got dərsinin izahında necə demişdim? Have cümlənin əvvəlinə keçirdi, got olduğu yerdə qalırdı. Have not got olurdu. Eyni şey burada aiddir. Shall cümlənin əvvəlinə keçir, will cümlənin əvvəlinə keçir. İnkarda isə shall not be, will not be olur. Zaman zərflərinə baxaq. Zaman zərfləri nəyə görə lazımdır? Zaman zərfləri ona görə lazımdır ki, biz test işləyərkən, əgər gələcək zamanın zaman zərfləri görürüksə, cümləni shall be, will be ilə tapmalıyıq, cavabları axtarmalıyıq. Əgər keçmiş zaman zərfləri görürüksə, was, were-dən axtarmalıyıq. İndiki zaman zərflərini görürüksə isə əmizarla cavablara baxmalıyıq. Zaman zərflərinə baxaq. Tomorrow, sabah. Next day, növbəti gün. Next week, gələn həftə. Next month, gələn ay. Next year, gələn il. Və in ilə olan birləşmələr. In ilə olan birləşmələr tərcümə olaraq necə olunur? 2 günə, 2 aya, 2 ilə və s. In 2 days, 2 günə. In olmasa 2 days 2 gün deməkdir. In 2 days, yəni 2 gün içində. In axı içində deməkdir, yəni 2 gün ərzində. Mən 2 günə Bakıya gedəcəm. Mən 2 aya həkim olacağam. Tutaq ki, universiteti qutarıb diplomumu alıb və işə çıxır. Mən 2 ilə məktəbi bitirəcəm və s. Mən bura 2 yazmışam, lakin siz 3, 5, 4 illik bu rəqəm yaza bilərsiniz. 1 ilə, 1 günə, 1 həftəyə, 5 ilə, 5 günə və s. In 2 days, in 2 weeks, in 2 months və s. Gəlin cümlələrə baxaq. I shall be a doctor in 2 years. Mən 2 ilə həkim olacağam. Sual verəndə shall cümlənin əvvəlinə keçir, inkarda isə shall-dan sonra not yazılır. He will not be a teacher next month. O, gələn ay müəllim olmayacaq. Üçüncü suala baxıram. Will they be happy tomorrow? Onlar sabah xoşbəxt olacaqlar. Əgər cümlələri yazmaq istəyirlərsə, screen eləyə bilərlər. Gözləyirəm. Screenshot eləyib dəftərlərinizə yazmaq istəyirsinizsə, zaman zərflərini, uşaqlar dəftərlərinə köçürmək istəyirlərsə, ekranı screen eləsinlər. Və bura başqa zaman zərfləri kitabda əlavədə var. Soon, tezliklə. O da gələcək zaman zərfinə aiddir. Və qaydamız isə buradadır. I-da və we-də shall be, he, she, it, you, they-də isə will be. Dərsimizi yekunlaşdıraq. To be-nin 3 zaman forması var. İndiki, keçmiş, gələcək. İndiki əmizar, keçmiş zaman was, were, gələcək zaman isə will be, shall be. Sualda, inkarda bunlar cümlənin əvvəlinə keçir. İnkarda isə əmizarın formalarından, yəni to be-nin formalarından sonra əmizardan, was, were-dən, shall-dən, will-dən sonra not artırılır. Ümidvaram ki, hər şey aydındır. Sualınız olsa verməkdən çəkinməyin. Bugünkü dərs izahım bu qədər. Hələlik.